Detoks sözü detoksikasiya sözünün qısaldılmış formasıdır və orqanizmin toksinlərdən təmizlənməsini mənasını daşıyır. Tibb baxımından detoks bədəni zərərli maddələrdən özü təbii yollarla xaric edilməsidir. Bu prosesi qaraciyərimiz, böbrəyimiz, bağırsağımız, ağciyərimiz və dəri vasitəsilə həyata keçirilir. Əgər bu orqanlar normal fəaliyyət göstərirsə, orqanizm öz təmizlənmə detoksa malikdir və əlavələrə heç bir ehtiyac yoxdur. Reklam və marketinqdə isə detoks anlayışı çox vaxt şirə pəhrizləri, aclıq proqramları, təmizlədici çaylar, müxtəlif qida əlavələri, 3-7 günlük proqram kimi təqdim olunur. Lakin bu üsulların həqiqətən də toksinlərin çıxarılmasına heç bir elmi sübutu yoxdur. Tibb detoks yalnız müəyyən hallarda işləyir. Zəhərlənmə, alkoqol zəhərlənməsi, dərman intoksikasiyası, ağır qaraciyər problemi zamanı tərtib oluna bilər. Lakin bu yalnız tibb nəzarəti altında aparılır və ev şəraitində şirə və çay və suyun içində üzən naynə ilə baş vermir. Yəni limonlu su sizin qaraciyərinizi təmizləyə bilməz. Çünki qaraciyər evinizdəki quraşdırılmış su filtri kimi deyil. O içki ilə yuva biləcək şlakları toplamır. Qaraciyər elə bir orqandır ki, o özü zərərli maddələri zərərləşdirir və emal edir. Bunun üçün ona fermentlər lazımdır, sağlam qida lazımdır, fiziki aktivlik lazımdır ki, yürüyüş yetər, su içirsiniz və salam. O öz funksiyasını tam olaraq edir və detoksu özü edir. Yəni suda üzən limon, nanə, zəncəfil, cürbəcür qarışımlar sizin qaraciyərinizə heç bir təsir göstərmir. Limonlu su içəndə o sadəcə olaraq mədənizə düşür və həzm prosesində iştirak edir. O su balansını yaxşılaşdırır və biraz öd ifrazına bir qədər stimulyasiya edə bilər. Amma qaraciyərinizə detoksa heç bir aidiyyəti yoxdur. Qaraciyər sağlamdırsa, onu təmizləməyə lazım deyil. Əgər orqanlarınızı həqiqətən də düzgün işlənməsini istəyirsinizsə və öz detoks funksiyasını yerinə yetirməsini istəyirsinizsə, onları təmizləmək yox, onların hər gün qayğısına qalmaq lazımdır.